Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və yaradıcısı Kurikulum təlimçisi Aytəkin Rəsulova bu günlərim 22 may 2025-ci il tarixində müəllimlərin işə qəbulu imtahanının qeydiyyat mərhələsini sizə göstərəcəm. Elə məhz özüm də sizinlə birlikdə bu gün qeydiyyatdan keçəcəm. Ümid edirəm ki, sizlər üçün faydalı bir video olar. Çünki o qədər mesaj gəldi, o qədər kömək istəyi oldu ki, 4-cü kurs tələbələri, müəllimlərin işə qəbulundan verən müəllimlərdən bağlı istədim ki, hər kəsə ümumi bir video çəkim. Demək, biz Google-a ilk öncə mir.edu.az saytını yazırıq və dərhal açılan pəncərədən giriş edirik. Bizim burada ola bilər ki, əvvəlki illərimizdə qeydiyyatımız olub, amma artıq o bizə lazım deyil. Yəni, şəxsi səhifəmizə biz daxil olmuruq. Bizdə yenidən qeydiyyat lazımdır. Qeydiyyatdan keçmək üçün toxunuruq. Və açılan pəncərədən digital login seçirik. Və Aytəkin Rəsulova Sima ilə davam edirik. Ola bilər ki, orada Sima identifikasiya gəlsin. Onu düzgün bir şəkildə özünüz Simanı seçmək və yaxud da ki, identifikasiyası olan daxil olduqdan sonra təhsilimizin pilləsinin ali bakalavr olduğunu seçirik. Sonra biz ixtisasımızın, mən kimya müəlliməsiyəm deyə kimya müəllimliyi seçirəm. Kimyanı da baxıram buradan birlikdə. Və diplomun nömrəni yazdım. Məncə 4-cü kurs tələbələri isə universitetdən bununla bağlı kağız alıb, orada həmin kağıza yazılan nömrəni əlavə etməlidirlər. Belə bir məlumatım var. Sonra növbəti bölməsinə biz toxunuruq və burada, məsəl üçün, indi kim desə varsa seçə bilər, amma mənim magistr təhsilim və yaxud da ki, hər hansında bir həvəsləndirici tədbirim yoxdur deyə, mən və yaxud işlədiyim yer yoxdur deyə, mən bunların heç birini seçməyəcəm. Bütün xanalların hər birini müəllimlər deməli, seçin sözündən götürəcəm. Yəni, heç bir yerdə iş yerimdə əslində işləmişəm, amma yəni, bunların heç biri yoxdur da, məndə H2 falan olmayıb. Dərslik müəllifi də deyilik, şəhid ailəsi də deyilik. Ona görə hər birini seçin sözünü sadəcə, baxın, müəllif deyiləm və yaxud da dərc olunma tarixini sadəcə seçin sözün üstündə vururuq. Pedaqoji stajım, mənim 2 ilə qədər stajım var, ancaq bir onu götürürəm. Elmi dərəcədə yoxdur. Aha, indi gedək, bunu biz təsdiqləyək. Biz şəhidlik sənədəsi də yoxdur. Baxaq görək nəyi biz yanlış vurduq. Aha, təltifimiz baxın yoxdur. Vurmamışam, yadımdan çıxıb. Yenə heç bir bu da yoxdur. Müəllif deyiləm. Təltif yoxdur da seçdik. Aha, əla. İndi deyir ki, təsdiq etməmiş var, təhsilim var, kimya müəllimliyi, Bakı Dövlət, sənədin nömrəsi, 2 ilə qədər stajım var, elmi dərəcəm yoxdur, dərslik müəllifi də deyiləm. Bir də mən keçən illərim diplomun nömrəsini səhv yazmışdım, bu il düz yazmışam. Belə, başqa indi təsdiqləyirik və bitiririk. Bir də təkrar mən kontrol edirəm özümdə.